Ekvatorun, tropiklərin və qütb dairələrinin kəsdiyi ölkələr. Ekvator, Ekvador, Kolumbiya, Braziliya, San Tome və Prinsipi, Gabon, Kongo, Kongo Demokratik Respublikası, Uganda, Kenya, Somali, Maldiv adaları və İndoneziya. Cənub tropik xəttin kəsdiyi ölkələr: Çili, Argentina, Paragvay, Braziliya, Namibiya, Botswana, Cənubi Afrika Respublikası, Mozambik, Madagaskar və Avstraliya. Şimal tropik xəttin kəsdiyi ölkələr: Meksika, Baham adaları, Qərbi Böyük Səhra, Mavritaniya, Mali, Əlcəzair, Liviya, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Oman, Hindistan, Bangladeş, Myanma və Çin. Cənub qütb dairəsi isə yalnız Antarktika yarımadasını kəsir. Şimal qütb dairəsi ABŞ, Kanada, Skandinaviya ölkələri Norveç, İsveç, Finlandiya və Rusiya.